Salam, hörmətli abituriyentlər. Birinci Dünya Müharibəsi haqqında danışacağıq. 1914-1918-ci illəri əhatə eləyir. Müharibənin səbəbləri nə idi? Yeni xammal mənbələri və satış bazarlarının əldə edilməsi zərurəti, böyük dövlətlər buna çalışırdı. Müstəmləkələrin nüfuz və dairələrə yenidən bölüşdürülməsi uğrunda mübarizə və Antanta ilə Üçlər İttifaqı arasında gedirdi bu müharibə. İki hərbi, siyasi blok var idi. Bir Antanta, digəri Üçlər İttifaqı. Və hər bir dövlətin öz məqsədi var idi. Məsələn, Almaniya Antanta dövlətlərini zəiflədib onların müstəmləkələrini ələ keçirmək və Avropada lider dövlət olmaq istəyirdi. Avstriya Macaristan Balkan yarımadasında nüfuzunu genişləndirmək istəyir. Britaniya Almaniyanı zəiflətmək və onun müstəmləkələrini ələ keçirmək istəyir. Çünki Almaniya sürətlə inkişaf edirdi və böyüyürdü. Fransa 1871-ci ildə itirdiyi Elzas və Lotaringiya vilayətlərini Almaniyadan geri almaq istəyirdi və yeni ərazilər ələ keçirmək istəyirdi. Rusiya Balkan yarımadasında söz sahibi olmaq istəyirdi. Müharibənin başlanmasına bəhanə bəs nə olur? Müharibənin başlanmasına bəhanə Avstriya Macaristan şəhzadəsi Frans Ferdinandın Bosniyada, Sarayevada səfərdə olarkən bir Serb millətçisi tərəfindən güllələnməsi və sui-qəsd nəticəsində öldürülməsi idi. Yəni, bu bəhanə idi. Zaten səbəblər haqqında danışdıq. Bəs başlamaq üçün bəhanə lazımdır. Sən bu səbəbləri deyib müharibəyə başlaya bilmərsən ki, mən yeni ərazilər tutmaq istəyirəm. Və beləliklə Birinci Dünya Müharibəsi başlayır. Necə? Avstriya Macaristan şəhzadəsi öldürüldükdən sonra sui-qəsd nəticəsində Avstriya Macaristan Serbiyaya müharibə elan edir. Baxmayaraq ki, o Gavrila Prinsip həbs edilmişdi. Amma buna baxmayaraq Avstriya Macaristan Serbiyaya müharibə elan edir. Bu Serb millətçisinin bu əməlindən dolayı. Təbii ki, Serbiyanı müdafiə edən Rusiyada sürətlə silahlanır və belə olan halda Almaniyada sürətlə silahlanır və tərəflər arasında gərginlik artır. Almaniya Belçika ərazisinə girir 1914-cü ildə və 1914-cü ildə avqust ayında Almaniya Belçikanı tutur. Bundan sonra Fransa ərazisinə girir və sürətlə irəliləməyə başlayır. Marna sahillərinə çatmamış Rusiya Almaniya ərazisinə hücum eləyir və Almaniya iki cəbhədə müharibə aparmağa məcbur qalır. 1914-cü il avqustda Tannenburg döyüşündə Ruslar məğlub edilir. 1914-cü ilin sentyabrında Marna döyüşündə isə Almanların qarşısı kəsilir. Britaniya da fransızlara köməyə gəlir. Yəni, həm burada Fransa və Britaniya ilə, həm də burada Rusiya ilə Almaniya iki cəbhədə müharibə aparmağa məcbur olur. Əslində, Almaniyanın belə bir planı vardı, Schlieffen planı 1905-ci ildə hazırlanmışdı. Məqsəd bir neçə həftə ərzində Fransanı sıradan çıxartmaq, təxminən 2 ay ərzində də Rusiyanı, ondan sonra da Rusiyanın işinə baxmaq. Amma vəziyyət belə olmadı. Yəni, hər şey Almaniyanın gözlədiyi kimi olmadı. Almaniya iki cəbhədə müharibə aparmağa məcbur olur. Oktyabr ayında isə Osmanlıya sığınan Alman gəmiləri Rusları atəşə tutur və Rusiyada Osmanlıya müharibə elan edir. 1914-cü ilin oktyabrında beləcə Osmanlı da müharibəyə qoşulmuş olur. Ümumiyyətlə, müharibədə neçə cəbhə var idi? Şərq cəbhəsi, Qərb cəbhəsi və Balkan cəbhəsi 1914-cü ilin sonlarından artıq Qafqaz cəbhəsi də açılmış olur. Və 1914-cü ildən başlayaraq tərəflər mövqe müharibəsinə keçirlər. Mövqe müharibəsi nədir? Mövqe müharibəsi bütün bu sərhəd boyunca, baxın bu formada səngərlərin qazılmasıdır. Hər iki tərəf səngərlər qazır
hücuma keçmir, müdafiə mövqeyi tutur. Almanlar da həmçinin məcbur olub bu taktikadan istifadə edirlər. Yəni uzun kilometrlərcə sərhədlər qazılır, daha doğrusu səngərlər qazılır və sadəcə atışmalar gedir. Böyük bir kilometrlərcə uzanan səngərlər. Və tərəflər mövqe müharibəsinə başladığı üçün qərb cəbhəsində Almaniya yenidən öz diqqətini Rusiyaya yönəldir. Yəni zaten burada bir vaxt itirirəm. 1914-ün sonu 15-in əvvəllərində Osmanlı və Rusiya arasında Sarıqamış döyüşü var. 1914, 1915, 14-ün dekabrından 15-in yanvarına. Və bu Sarıqamış əməliyyatı uğursuzluqla nəticələnir. Çünki siz təsəvvür edin, dekabr və yanvar aylarıdır və sən 60 minə qədər ordu ilə Rusiya üzərinə hücuma keçirsən və seçdiyin fəsil qışdır. Artıq hava 1 dərəcə olanda qar yağmağa başlayır. Bu vaxt isə hava mənfi 30 dərəcə idi. Mənfi 30 dərəcə idi və Osmanlı əskərlərinin nə ayaqqabıları, nə geyimləri buna imkan vermirdi. Ona görə də 10 minlərlə Osmanlı əskəri sadəcə elə düşməni görməmiş, soyuqdan donub ölür. Və həlledici məqamda ruslar Osmanlıların işini bitirir. Sarıqamış əməliyyatı uğursuzluqla nəticələnir və Osmanlılar bu döyüşdə məğlub olurlar. Amma Çanaqqaledə uğurlu olacaqlar. Çanaqqale nə idi bəs? Biz bilirik ki, Fransa, Britaniya və Rusiya Antanta ittifaqına üzv dövlətlərdir, müttəfiqlər. Burada Almaniyanın olması, burada Avstriya Macarıstanın olması Rusiya ilə koordinasiya və logistikanın təşkilində problem yaradırdı. Ona görə də Britaniya fikirləşirdi ki, biz Rusiyaya köməyi, yardımı məhz Bosfor və Dardanel boğazlarından keçməklə, bu boğazlardan Rusiyaya biz yardım daşıya bilərik. Bunun üçün də nə etmək lazımdır? Burada və burada Osmanlının müqavimətini qırmaq lazımdır. 1915-1916-cı illəri əhatə eləyir Çanaqqale döyüşü və bu döyüşlərdə Türk ordusu qəti qələbə qazanır. Müttəfiqlər, Antanta dövlətləri məğlub olurlar və Osmanlı onlara imkan vermir ki, onlar Qara dənizə çıxıb Rusiya ilə əlaqə yarada bilsinlər. Bu, Osmanlının 1-ci Dünya müharibəsində ən böyük uğuru idi deyə bilərik. Aprel ayında gözlənilməz bir hadisə baş verir 1915-ci ilin aprelində. Belə ki, biz bilirik ki, Almaniya, Avstriya, Macarıstan və İtaliya Üçlər İttifaqının üzvü idi. Sonra Osmanlı da onların tərəfindən müharibəyə qoşulur. İtaliya keçir Antanta tərəfə, Fransa və Britaniya tərəfə. Yəni öz müttəfiqlərinə xəyanət edir. Bunun səbəbi də Antanta dövlətlərinin İtaliyaya müəyyən ərazilər vəd etməsi idi. Və İtaliya Antanta tərəfə keçdikdən sonra bir qədər zəifləyir Almaniya cəbhəsi. 1915-ci ilin sentyabrında Bolqaristan bu ittifaqa qoşulur və bu ittifaq olur Dördlər İttifaqı. Osmanlı, Bolqaristan, Avstriya, Macarıstan və Almaniya. Bunlara həm də mərkəz dövlətləri deyirdilər. Yəni Avropa mərkəzində olduqları üçün. Və beləcə mübarizə davam edir. Və bu dövrdə eyni zamanda Almanlar iki yeni silahdan istifadə edirlər. Hansı silahlar idi bunlar? Britaniyaya qarşı sualtı qayıq və Belçikada zəhərli xlor qazı. Bu iki silahdan istifadə edirlər, hansı ki, bu zəhərli xlor qazları qadağandır. Yəni, müharibə etikasına uyğun deyil. Kütləvi qırğın silahı sayılır. Zəhərli xlor qazı. 1916-cı ilə gəldikdə, biz dedik ki, mövqe müharibəsi səbəbindən Almaniya diqqətini Rusiyaya yönləndirmişdi. 1916-cı ildə əvvəla Osmanlı ingilisləri məğlub edir. Kutül Hamare döyüşündə 1916-cı il
İraqda, Bağdad istiqamətində gedən döyüşlərdə ingilislər məğlub edilir, Osmanlı zəfər qazanır. Qərb cəbhəsində isə çox böyük döyüşlər baş verir. Bunlar hansılar idi? Məsələn, Verden döyüşü. 1916-cı il Verden döyüşü. Döyüş fransızlarla almanlar arasında baş verir. Fransızlar 1 milyona yaxın adam itirsələr də almanların hücumlarının qarşısını kəsirlər. 1916-cı ildə həm də Somma döyüşü baş verir. Somma çay sahilində Somma döyüşü baş verir. Somma döyüşündə isə ingilislər və almanlar döyüşürlər və ilk dəfə bu döyüşdə ingilislər tanklardan istifadə edirlər və almanlar məğlub olur. Yəni çətinliklə də olsa almanların qarşısını alıb cüzi də olsa məsafə irəliyə bilirlər. Və bu döyüşlərlə Almaniya artıq qərb cəbhəsində öz təşəbbüsünü itirmişdi. Təşəbbüsünü itirir. Və Jutland döyüşü baş verir. 1916-cı ildə Jutland döyüşü Britaniya ilə Almaniya arasında və bu döyüşdə də qəti bir nəticə əldə edilmir. Tərəflərdən heç biri qəti bir qələbə qazana bilmir. Yəni bərabərlik qeydə alınır deyə bilərik. 1916-cı ildə həm də Rumıniya müharibəyə girir, amma ilin sonunda Rumunlar məğlub olurlar, uduzurlar. Antanta tərəfdən müharibəyə qoşulmuşdu yeri gəlmişkən Rumıniya, Fransa, Britaniya və Rusiya cəbhəsindən. Amma Rumıniya 1916-cı ildə müharibəyə girsə də ilin sonunda ağır məğlubiyyətə uğrayır. 18-ə qədər bir tər dözür. 1918-ci ildə isə müharibəni tərk eləyəcək. 1917-ci ildə hansı hadisələr baş verir? Rusiyada 1917-ci ilin fevral ayında inqilab baş verir. Çar 2-ci Nikolay devrilir hakimiyyətdən. Və Rusiyada müvəqqəti hökumət yaradılır. Rusiyanın vəziyyəti pis idi. Çünki 1-ci Dünya müharibəsi, digər tərəfdən ölkədə inqilab, əhalinin sosial vəziyyətinin daha da pisləşməsi. Eyni zamanda Amerika Birləşmiş Ştatları müharibəyə girir. Fransa və Britaniyaya xüsusilə kömək eləmək üçün nəyə görə? Çünki Britaniyaya borc vermişdimi? Vermişdi. Fransaya borc vermişdimi? Vermişdi. Bəs bunlar uduzsa, Amerikanın borclarına kim qaytaracaqdı? Ona görə Amerika bunlar uduzmasınlar deyənə bunlara əlavə dəstək verir. 1917-ci ilin aprelində ABŞ müharibəyə girir və 1917-ci ilin oktyabrında Rusiyada müvəqqəti hökumət də devrilir. Bu dəfə bolşeviklər gəlir hakimiyyətə. Bolşeviklər hakimiyyətə gəlir və həm də Rusiyada 1918-20-ci illəri əhatə edən vətəndaş müharibəsi başlayacaq. Çar tərəfdarları ilə bolşeviklər arasında. Rusiyadakı bu gərgin vəziyyətlə bağlı 1918-ci ilin martında 1918-ci ilin mart ayında Rusiya Almaniya ilə Brest-Litovsk müqaviləsini imzalayır və müharibədən çıxır. 1-ci Dünya müharibəsindən çıxır. Tərk edir müharibəni. Bununla da Almaniya iki cəbhədə mübarizə aparmaqdan xilas olur. Almaniya iki cəbhədə müharibə aparmağa nə vaxt məcbur olmuşdu? Hələ müharibənin əvvəlində 1914-cü ildə xüsusilə Marna-Tannenburg döyüşlərində o iki cəbhədə müharibə aparır. Amma 18 martında Rusiyanın müharibəni tərk etməsi ilə Almaniya iki cəbhədə müharibə aparmaqdan xilas olur. Buna baxmayaraq Almaniyanın vəziyyəti heç də yaxşı deyildi. Artıq ard-arda məğlubiyyətlər gəlirdi onun müttəfiqlərindən də. Və 1918-ci ilin sentyabr ayında Bolqaristan ittifaqdan, yəni müharibədən ümumiyyətlə çıxır. Oktyabr ayında Osmanlı müharibədən çıxır. Noyabrın əvvəllərində Avstriya-Macaristan müharibədən çıxır. Və 1918-ci il noyabrın 11-də isə Almaniyada müharibədən məğlub dövlət kimi çıxır. Beləliklə müharibə Antanta dövlətlərinin qələbəsi ilə başa çatır. Burada
dövlətlərin müharibəni tərk etmə ardıcıllığı, müharibəyə daxil olma və tərk etmə ardıcıllığı qeyd olunub. Bu cədvəllə tanış ola bilərsiniz. Ümumiyyətlə, müharibənin nəticəsi nə oldu? Antanta müharibədə qalib gəlir. Almaniya, Avstriya, Macarıstan, Rusiya və Osmanlı imperiyalarında mövcud quruluşlar, yəni monarxiya quruluşları dağılır. Müharibədən ən güclü çıxan ABŞ olur. Vuruşan dövlətlərə iqtisadi cəhətdən ağır zərbə dəyir. Onlar öz milli sərvətlərinin 1/3 hissəsini itirir. 10 milyonlarla hərbi və mülki insan həlak olur. Müstəmləkə sistemi böhran keçirir. Və gördüyünüz bu giflər Birinci Dünya müharibəsindən kadrlardır. Yəni 4 il davam edən bu qanlı müharibə dünya tarixində o dövr üçün çapına görə görülməmiş ən böyük müharibə idi. Belə, dəyərli yoldaşlar, Birinci Dünya müharibəsi haqqında danışdıq. Ümid edirik ki, video sizin üçün faydalı oldu. Növbəti mövzularda görüşmək ümidi ilə hələlik.